Bir sual da var. Deyir ki, kupçasız və sənədsiz, beləcə də yazıb, jekin üstündəyik və sökülsə deyir, bizə pul veriləcəkmi? Yəni evimiz sökülsə, pul veriləcəkmi? Yəni heç bir sənəd yoxdur, çıxarış da yoxdur, amma ev var, mülkiyyət var. O deyək ki, plana düşsə, sökülsə ona pul düşə bilərmi? Aydındır, çox maraqlı sualdır, biraz unikal sualdır. Buna belə cavablandırım. Bugün Bakıda belə evlər az deyil. Buna xalq arasında domovoy knişka ilə olan evlər deyirlər. Yəni ev kitabçası ilə olan evlər. Bu evlər sırf dövlətin, yəni erju deyir xalqımız, vatandaşlarımız erju deyir. Erju nədir? O JEK-lərin baş idarəsi. Yəni Mənzil Kommunal Təsərrüfat Departamenti var. Departamentin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat birlikləri var hər rayonda. Hər bir birliyin də tabeliyində hər rayon üzrə deyək ki, Xətai, Yasamal, Mənzil Kommunal Təsərrüfat sahələri var. Departament birliyi sahələr. Bu mənzillər bir qayda olaraq dövlətin, yəni o xalqımız JEK-dir, JEK-in balansında olan evlərdir. Bu vətəndaşın deyil. Adətən bu evlər üzrə köhnə evlər olur. 2 mərtəbə, 3 mərtəbə evlər, əsrin əvvəlindən o fəhli evlər deyilən evlər kimidir. Onlar bir qayda olaraq belə evlər olur. Bu, sırf dövlətin ev olduğuna görə, vətəndaşın da mülkiyyət hüququ olmadığına görə, belə evlər söküləndə vətəndaşın həmin nə torpağa mülkiyyət hüququ var vətəndaşın, və torpaq dövlətindir. Torpağın üzərində bir bina tikilib. Nə torpağa vətəndaşın hüququ var, nə də həmin mənzilə mülkiyyət hüququ yoxdur. Ona görə belə mənzillər söküləndə bir qayda olaraq təcrübədə son deyək ki, bir 10-15 ilin mən sizə təcrübəsini deyə bilərəm şəxsi təcrübəmdən, vətəndaşa kompensasiya verilir. Amma kompensasiya niyə görə verilir? Bu vətəndaşlarımızı çaşdırmasın və fikrini dağıtmasın. Kompensasiya ona görə verilir ki, ona görə verilmir ki, o mənzillər onların mülkiyyətindədir. Mənzil dövlətin balansındadır. Dövlətin binasıdır, dövlətin balansındadır. Ona görə verilir ki, həmin mənzillər, həmin vətəndaşlarımızın, orada yaşayan vətəndaşlarımızın mənzilidir. Mülkiyyət olmasa da mənzilidir. Aha. Bizim qanunvericiliyimizdə mənzillə mülkiyyət anlayışları fərqləndirilir. Bugün sənədsiz tikililər ki, bayaq barəsində danışdıq, 400-500 sənədsiz tikili var. Sənədsiz tikilidə yaşayan şəxslərin mülkiyyət hüququ olmasa da mənzil hüququ var. Və tikinti şirkətləri, dövlət vətəndaşları evdən məhrum eləyəndə, evlərini sökəndə sırf mənzildən məhrum olduqlarına görə onlara kompensasiya verir. Çünki mənzil toxunulmazlıq hüququ konstitusiyamızda var. Konstitusiyada xüsusi bir maddə var. Məsələn, mülkiyyət hüququ ayrıdır, 29-cu maddə, mənzil hüququ ayrıdır. Orada göstərilir dövlət vətəndaşları mənzillə təmin eləyir, şərait yaradır və s.